Məni izləyən hər kəsə Allahın salamı olsun. Bu günləri mən Əşrafi düyüsünün baş sponsorluğu ilə İftara Doğru layihəsində növbəti plovun hazırlamasını paylaşacağım. Növbəti plovum qarışıq çəkmə plov olacaq. İnşallah ki, sizlər də çox bəyənəcəksiniz. Bu plovu hazırlamaq üçün bizə lazım olacaq sözsüz ki, Əşrafi düyüsü. Çünki Əşrafi düyüsü ilə həm çəkmə plovlar, həm də süzmə plovlar möhtəşəm olur. Həm düyünün dəndən olması, həm artımlı olması. Baxın, mən bugün 2 stəkan yarım düyüdən istifadə etmişəm. Amma inanın ki, yediyiniz zaman, yəni plov hazır olduğu zaman sanki 6-7 stəkan düyü süzmüşəm kimi görünür. Ona görə də məsləhətim məhz Əşrafi düyüsü ilə plovlarınızı hazırlamağınızdır. Və lazım olacaq bizə toyuğun döş əti, kök, bişməmiş çiğ kök, hazır şirin qarğıdalı, zirinç və sözsüz ki, kərə yağından istifadə edəcəm. İndi isə keçək hazırlama qaydasına. Öncəliklə tavaya 70 qram kərə yağı əlavə edirəm və kərə yağının yanmaması üçün 50 ml də duru yağ əlavə edirəm ki, yağ yanmasın. Ümumiyyətlə çəkmə plovlarda kərə yağı ilə bərabər duru yağ da əlavə etmək lazımdır ki, yağ yanmasın. Və yağ tam əriyib qızdıqdan sonra 3 ədəd orta boy kökü xırda-xırda doğrayıb yağın içərisinə əlavə edirəm. Kök çiğ kökdür və 1-2 dəqiqə kökü qovururam. Ondan sonra 2 ədəd toyuğun döş ətini də kubik-kubik doğrayıb kökün üzərindən əlavə edirəm və köklə döş ətini bir yerdə qovururam. Bu arada qeyd edim ki, əti tavaya əlavə etdikdən sonra mütləq qazın dərəcəsini artırmaq lazımdır ki, ət öz suyunu buraxmasın. Yəni yumuşaq olması üçün mütləq gür xodda qovurmaq lazımdır. Toyuğun döş əti tam rəngini dəyişənə qədər qovuracağam. Və ət tamamilə rəngini dəyişdikdən sonra əvvəlcədən tərtəmiz yuduğum Əşrafi düyüsünü tavanın içərisinə əlavə edirəm və bir 5 dəqiqə də düyünü yağda qovururam. Yəni köklə, toyuğun döş əti ilə bir yerdə düyünü qovururam ki, düyüyə, yəni su əlavə etdikdən sonra düyü lopa-lopa qalmasın. Dən qalsın. Yəni bu elementlər belə deyim də çox xırda nüanslar olsa da, amma bunlar mütləq plov hazırladığınız zaman, ümumiyyətlə çəkmə plov hazırladığınız zaman diqqət yetirməlisiniz. Və düyünü qovurduqdan sonra zirinci əlavə edirəm. 3 xörək qaşığı zirinci əlavə edirəm. Zirinc zövqə görədir, amma zirinclə bir başqa dadlı və ləzzətli olur. Məsləhət görürəm ki, əlavə edəsiniz. Zirinc barbarisdir. Bunu mən xaricdə yaşayan soydaşlarımız üçün deyirəm ki, zirinci çünki çox adam barbarisdir. Rus dilində adı barbarisdir. Elə yəni bilirlər. Və ən sonda qaynar çaydandan su əlavə edirəm. Düyünün üzündən bir barmaq çıxana qədər. Yəni çox əlavə etməyin. Düyünün bu görürsüz, bir barmaq yuxarı çıxana qədər qaynar su əlavə edirəm. Orta xodda suyunun çəkilməsini gözləyirəm. Əvvəlcə qapağını bağlayıb suyunun çəkilməsini gözləyirəm. Suyu çəkiləndən sonra isə plovumu dəmə qoyacağam. Uzağı 10 dəqiqəyə düyünün suyu çəkiləcək və artıq bir əl belə deyim də qatışdırıram. Ondan sonra duzunu əlavə edirəm. Çünki duz vurmamışdım bildiyiniz kimi. Duzunu əlavə edib qatışdırıram. Ondan sonra şirin qarğıdalını da əlavə edirəm. Qarğıdalının əvəzinə noxud da əlavə edə bilərsiniz. Bişmiş noxud sözsüz ki. Mən qarğıdalı ilə düzü, noxudla da çox sevirik, amma qarğıdalı ilə lap çox sevirik. Ona görə bu dəfə qarğıdalı əlavə etmək istədim və qarğıdalını da əlavə edirəm. Üzərinə dəsmalla bağlayıb vam xodda suyunun tam çəkilib dibi qazmaq tutana qədər bişirirəm.
və 35 dəqiqəyə mənim çəkmə plovum artıq hazır oldu. İndi mən sizə göstərəcəm dibi necə gözəl də qazmaq tutubdu. Baxın, çəkmə plov olmasına, yəni baxmayaraq dən-dəndir düyüsü, özünüzdə görürsüz. Yəni tək süzülmə plovda aşrafi düyüsü belə gözəl çıxmır. Məhz bu cür plovlarda da mən bunu yəni iftara doğru layihəsi boyunca sizlərə sübut elədim ki, aşrafi düyüsü nəinki süzmə plovlarda, elə bu cür çəkmə plovlarda da çox möhtəşəm alınır, dən alınır. Odur ki, yəni gözü yumulu aşrafi düyüsünü alıb plovlarınızı hazırlayın. Bu plovu tutuzdurmamağı isə onun dibinin qazmağından bilirsiniz. Dibi əgər gözəl bir qazmaq tutubsa, demək ki, artıq plovunuz tam hazırdır və doğrudan da möhtəşəm bir plov hazırlamışsınız. Dadına söz ola bilməz. Dadı çox gözəldir. Çox belə qeyri-adi bir dad var. Turş, şirin, hamısı qatışıb bir-birinə və belə deyim, ortaya çox ləzzətli bir plov çıxıbdı. Siz də hazırlayın. Həm tez bazar, yəni hazırlayacağınız bir plovdur, həm də ki dadı çox gözəldir. Bu qədər. Bu mənim sizinlə paylaşmaq istədiyim növbəti bir plov resepti idi. İnşallah ki bəyəndiniz. İnşallah ki sizin üçün yararlı bir video oldu. Və mənim üçün ən əsas olan sizlərin göz haqqınızdır. Göz haqqınızı halal edin, vaxtınızı halal edin. Allah hər birimizin süfrəsini bol ruzu bərəkətli etsin. Allah hər birimizin orucunu qəbul etsin. Kim nə niyyətlə tutubsa fərq etməz. Yetər ki, inşallah ki, Allah bizim niyyətlərimizi qəbul edər. Heç kimin də gözü, heç kimin qazanında qalmaz inşallah. Şərhlərinizi hər zaman oxumaq mənim üçün xoşdur. Like'larınızı gözləyirəm. Sağ olun, salamatla qalın.